Canavar burada. Bir bak. Bak burada. Kulağına bak. Ne bileyim tövbe bak. Ben ne yapayım? Akşam biz gel. Sıvı orada da yazdılar. Bak bir yaşına. Bir de bu kurbanı düzen döşeseler öyle yazıyor. 16 sentyabrda baş verən yanğından sonra 53 nəfər evsiz qalıb. Sumqayıt şəhəri Kərim Kərimov küçəsində yaşayan sakinlərin təxmininə görə hadisə elektrik naqillərindəki qısa qapanmadan baş verib. Onlar naqillərin köhnəldiyini və yanğının həmin gün işığın sönüb yenidən yanması zamanı baş verdiyini deyirlər. Nəticədə insan itkisi olmasa da sakinlərə aid sənədlər, pul vəsaitləri, qızıllar, ev əşyaları yanıb. Aydın məsələdir. Heç bir nə texnik avadanlıq evə aid olan, nə yorğan, nə döşək. Hətta insanlarımız var ki, sənət sünətin bütün dokument, yəni insanın şəxsi vəsiqəsi olur, metrikası olur, diplomu olur, atestatı olur, hamısı yanaraq külə dönmüşdür. Bu da mənim evim, hal-hazırda şəraitim. İndi bu bütün 2 dənə oğlumun evi, otağı, bu da mənim otağım, bütün mülküm. Hamısı sənədlərim, hamısı gəldim gördüm ki, yanıb. Yanğından zərər çəkən 10 ailədən 7-si məcburi köçkündür. Hadisədən sonra əraziyə gələn qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndəsi deyib ki, məcburi köçkünlərə kompensasiya ödəniləcək. Yerdə qalan digər 3 ailəyə isə Sumqayıt şəhər icra hakimiyyətinə müraciət etməyi məsləhət görüblər. Onlardan da hələ bir xəbər çıxmayıb. Qalmışıq çöllərdə də xanım. Heç bir gəlib baxan yoxdur. İndi o birisi qonşulara köməkdarlıq oldu. Biz 3 ailə qalmışıq ortalıqda. Və deyə vəziyyətimiz budur. Və burada yatırıq, burada dururuq heç nə. Qaçqın.com xətti ilə bizlərə gəlində ərizə alındı və 45.000 mənə elə gəlir ki, manat dəyərində kompensasiyanın ödənilməsinə boyun alınıb. Bu iş üzərində də işlər gedir. Lakin əfsus təəssüf olunsun ki, hələ də bu yerdə qalan 3 nəfər ailənin taleyi haqqında bir söhbət yoxdur. Təmin etsinlər yerinə, nəsə kompensasiya versinlər özünü yerinə. Bu içində bir olmalıdır da, bütçədə qalmadı öyle ki. Sumqayıt şəhər icra hakimiyyətinə, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinə, əraziyə baxan icra nümayəndəliyinə zəng etsək də heç kim dəstəyi götürmədi. Dövlət qurumlarından əlini üzən İlham Əvəliyeva qonşuların, qohumların köməyi ilə evini yenidən tikir. Mənim burada bax, qonub qonşum, orada özüm kör atam var, gözü görmür, gözdən əlir. Anamın atamın pensiyası, onlar yol pulu verir mənə neysə bir yerə çıxanda, belə də zülümlə. Sakinlər yanğından sonra ya küçədə, ya qohumlarında, ya da yaxınlıqdakı kişi taxmalarda gecələyirlər. Onların tək istəyi var, ayrı seçkilik qoyulmadan hamıya kompensasiya ödənilsin.